Deməli şagirdim, Birinci müharibəsindən sonra olan dövlətlərdən Türkiyəni dedik. İndi Böyük Britaniya və Almaniyanı bir mövzuda ifadə edir. Yerdə qalır ABŞ-la SSR-i, yəni Sovet Rusiyası. Böyük Britaniya Birinci müharibəsində qalib dövlət kimi çıxsa da, təsərrüfatına böyük ziyan dəymişdi. Çünki ölkənin təsərrüfatı dağılmış vəziyyətdə idi. Təsərrüfata böyük ziyan vurmuşdu. Ölkədə durğunluq və böhran başladı. İxracatı azalmışdı, dövlətin idxalı isə artmışdı. Bunlar çox da vacib məlumatlar deyil. Yəni dövlətin ümumi bir vəziyyətini təsəvvür etməyə çalışırıq burada. Milli sərvətinin xeyli hissəsini itirmişdi və dünya maliyyə mərkəzi Londondan Nyu-Yorka keçdi bu hadisədən sonra. Nəticədə İngiltərə borc verən ölkədən borc alan ölkəyə çevrilmişdi Birinci Dünya müharibəsinin nəticəsində. Sənayedə təmərküzləşmə daha da artdı. Yəni o kiçik və orta müəssisələr sıradan çıxdı və onlar böyük müəssisələr ətrafında birləşirdi. Təmərküzləşmə bu idi. Hökumət böhranları başladı. Liberalların hakimiyyətinə baxırıq. Lloyd George'un rəhbərliyi liberallar. Onların hakimiyyətində əsas iki məsələ var. Birinci, müstəmləkələrlə münasibətdə. Çünki müstəmləkələr artıq özlərini yük hesab edirlər. Onları azadlığa çıxartması, azad buraxmaq istəyir. Amma bu, mühafizəkarların narazılığına səbəb olmuşdur və mühafizəkarlar bundan öz xeyirlərinə istifadə edən liberallar əleyhinə siyasətlərində bu məsələdən istifadə etdilər. İkincisi, Türk torpaqlarına sahib olma məsələsi idi. Bunu əvvəlki Türkiyə mövzusunda izah eləmişdik. Antalya dövlətləri Türkiyəni işğal etməyə çalışırdılar. Amma Mustafa Kemal'in rəhbərliyi altında olan azadlıq hərəkatı buna imkan vermədi. Nəticədə liberalların nüfuzu azalmış oldu ölkədə. Mühafizəkar hökumətləri 1922-ci ildə onlar hakimiyyətə gəlsələr növbəti seçkilərdə verilən vədləri yerinə yetirmədikləri üçün hakimiyyətdən getdilər. Laborist hökuməti onlar işçi partiyası olaraq adlanır. Ramsey MacDonald rəhbərliyi altında hakimiyyətə gəlsələr də yenə də vədlər yerinə yetirə bilmədi və az sonra onların məğlub olmasına səbəb olmuşdu. 24-29 mühafizəkarların növbəti dəfə hakimiyyətə gəlməsi deməli əsas diqqətləri nə oldu? Gəlir vergisini azaltdılar. Sənaye məhsulu müharibədən əvvəlki vəziyyətə çıxdı ölkədə. Yəni bu müsbət addımlar idi. Sosial müavinətlər verilirdi imkansızlara. Sonra sərt büdcə siyasətinə keçməsinə görə bu başlanan inkişaf tezliklə dayandı və narazılıqlara səbəb olmuş oldu. Buna görə də ölkədə tətillər başladı. 1926-cı ildə ilk böyük ümumi tətil oldu ölkədə. 1927-ci ildə isə dövlətin verdiyi qərar onun nüfuzunu daha da azaltdı partiyanın, belə ki, hökumətə təsir göstərmək olundu. Bundan sonra mühafizəkarların nüfuzu daha da azalmış oldu və onlar növbəti seçkilərdə məğlub oldular. İkinci Laborist hökuməti 29-31. Baxaq görən neynədi? Onların əsas məqsədləri bu idi. İşsizliyə qarşı mübarizə aparmaq və köçürmə siyasəti. Yəni, hansı ərazilərdə ki, işçi çatışmazlığı varsa, sıx olan bölgə, əhali sıx olan bölgədən o həmin əraziyə, boş əhalinin az yaşlı əraziyə köçürmək elədilər. Məqsəd orada yeni iş yerləri olsun və iş imkanları artmış olsun. Hakimiyyət illəri onlar böyük böhrana uyğun gəlir həmin illər. 1929-dan etibarən başlamış böyük böhran illərdir. Bütün dünyada əhatə eləmişdi bu böhran. Nəticəsində bu İngiltərənin də iqtisadiyyatına mənfi təsir
eləmişdi. Yenə də müstəmləkə dominionlar məsələsi ön plana çıxmışdı ya, onlara azadlıq verilməsi və s. məsələlər. Böyük böhran illərində, yəni bunların belə deyim, müsbət addımları çoxdur, amma hakimiyyət dövrləri böhran illərinə düşdüyü üçün bu İngiltərədə də yan keçməmişdir məsələ. Nəticədə böyük böhran dövründə bir çox problemləri həll edə bilmədilər. Buna görə də istifa verilməli oldular. Milli hökumət 1931-35-ci illərdə koalisiyalı hökumət idi. Yəni iki partiyanın birləşməsindən ortaya çıxan Laborist və mühafizəkarlar. Daha doğrusu mühafizəkarların, liberalların ittifaqı idi bu. Nəticədə sadəcə bu illərdə hakimiyyətdə oldu desəz kifayət eləyir. Başqa bir şey ehtiyac yoxdur. John Keynes bu ABŞ-da deyəcək, böhran vəziyyətindən çıxmaq üçün gördüyü tədbirlər var. Sonra burada çox dayanmağa ehtiyac yoxdur burada. Sonuncu bir də Neville Chamberlain uğursuz hökumət məsələsi var. Onu dövlətlər arası münasibətləri deyəcək. 1938-ci ildə Almaniya məsələsində deyər onu. Eybi yoxdur. Orada dövlətlər arası münasibətlərə toxunacaq o hissəyə. Almaniya, bilirsiniz ki, şahidlər Almaniya 1-ci Dünya müharibəsində məğlub dövlət olaraq çıxmışdı. Noyabrın əvvəllərində Almaniyada vəziyyət gərginləşmişdi 18-ci ildə. Onlar ABŞ prezidenti Woodrow Wilsona məktub göndərirlər, yəni təklif edirlər ki, sülh danışıqlarına başlar, amma ABŞ bunu qəbul etməmişdi. 1918-ci ildə Almaniyada vəziyyətin gərginləşmə səbəbi nə idi? Deməli, ölkədə artıq demək olar döyüşəcək ordu qalmamışdı. Bu zaman xalq narazıdır və müəyyən etirazlara başlayıblar. Xalqın etirazını dayandırmaq üçün, onların rəğbətini qazanmaq üçün Almaniya hökuməti qərar verdi. Kil limanında yerləşən hərbiçilər hərbi döyüşə çıxarılmalı idi. Ümidləri bu idi ki, İngiltərə üzərində qalib gələcəklər və xalqın narazılığının qarşısı nisbətən alınmış olacaq. Belə ümid edirdilər ki, inqilabi hərəkət dayanar ölkədə. Amma Kil hərbiçiləri bu əmri yerinə yetirmədilər. Yəni döyüşə çıxmadılar. Nəticədə onlar üsyan qaldırdılar. Üsyan nəticəsində ölkədə bu inqilaba çevrilmiş oldu və monarxiya devrilir. Yəni 1-ci Dünya müharibəsi başa çatmamış Almaniyada monarxiya devrildi. Məqsəd monarxiyanı devirmək və demokratik respublika qurmaq istəyirdilər. Həqiqətən də bunu bacardılar. Noyabrın 9-da başladı üsyan və monarxiya devrildi. İlk dəfə Almaniya respublika elan edilmiş oldu. 1918-ci ilin noyabrın 9-da. Müharibə başa çatıbdı noyabrın 11-də. 11-11 belə demişdik, yadda saxlayın sizə üçün. Bundan sonra Kompey meşəsində 1918-ci ilin 11-11-də müqavilə bağladılar və Almaniya müharibədən çıxmış oldu. Yəni Almaniya təslim olmuşdu, müharibə başa çatmış oldu. Almaniyada baxaq nə baş verdi. Almaniya məğlub oldu. Versal müqaviləsinin şərtləri saymışıq. Məhrum oldu. Həmçinin Elzas Lotarın yekmi ərazilərdən məhrum olmuşdu. Ən ağır şərti təzminat idi. Təzminat ödəməli olmuşdu. Və Almaniya bu dövrdə biraz belə deyim, çətin vəziyyətə düşməsinin səbəblərinin biri Fransa Belçikanın bunu dövlətlər arası münasibətləri deyəcək edam siyasətində. Fransa Belçikanın Almaniyanın sənaye obyektlərinə olan hücumları idi, hərbi müdaxiləsi idi. Çünki ondan alınan təzminatı bu şəkildə almağa çalışırdılar. Sənaye müəssisələrini ələ keçirib onları istismar etməklə. Dövlətlər arası münasibətlərə toxunacaq bu məsələyə. Weimar Respublikası 1919-33-cü ildə. 1919-cu ildə deməli Versal sarayında müqavilə imzalanmışdı. Ondan sonra Almaniyada Weimar şəhərində müəssislər məclisi fəaliyyətə başladı. Müəssislər məclisi konstitusiya hazırlayacaq orqandır və onlar yeni konstitusiyanı qəbul etdilər. Bu Weimar şəhərində qəbul etdiyi üçün bəzən Weimar konstitusiyası adlanır və yaxud da həmin dövr Weimar Respublikası adlanır. 1933-cü illərdə. Biraz sonra deyəcək, niyə 33-də?
bu proses başa çatmış olacaq. Weimar Konstitusiyasına görə Almaniya federal quruluşlu prezident dövləti oldu. Respublikasına çevrildi. Ölkədə qanunverici olan Reichstag, yəni bizim bildiyimiz parlamentdir. Bu da yazır Reichstagın parlament olmasını göstərir. Dövlət başçısı prezident, hökumət başçısı Reichskansler idi. Yəni baş nazır idi. Hökumət başçısı. 1871 Konstitusiyasından xatırlayırsa Vahid Almaniya Prezidentinin Konstitusiyası idi. Fərqli olaraq Weimar Konstitusiyasının demokratik azadlıqla öz əksini tapmışdır. Almaniya Weimar Respublikası dövründə, yəni 19-33-cü illər ərzində. Ölkədə müxtəlif problemlər var idi, çünki məğlub dövlət idi və bu ölkədə iqtisadiyyatında, sənayesində hər cəhətdən özünü göstərirdi. 1923-cü ildə Fransa və Belçika onun ərazilərinə yürüş edirdi, sənaye bölgələrinə. Bu ölkədən narazılığa səbəb olmuşdu. Almaniyada pulun dəyərinin düşməsi müşahidə olunurdu. Çünki dayanmadan kağız pullar çap etməklə xalqın ehtiyaclarını qarşılamağa çalışdı, maaşlar verməyə çalışdı, amma ölkədə çox pul istehsal edilməsi pulun dəyərdən düşməsinə səbəb olurdu. Nəticədə ölkədə bu tip məsələlər başqa proseslərin, dövlətə qarşı, xarici dövlətlərə qarşı radikal qrupların formalaşmasına səbəb olmuşdu. Bunlardan biri Nasist partiyası idi. Biraz sonra danışacağıq haqda. Almaniya bu vəziyyətdən aldığı kreditlər hesabına çıxmağa çalışırdı. Bu da Davos planına əsasən Alman iqtisadçı Davos'un planı idi. Onlara kreditlər verməkdə Almaniya çətin vəziyyətdən çıxartmaq, sonra isə təzminatı yavaş-yavaş ondan almağa çalışırdılar. Bu dövrdə 24-29-cu illər Weimar dövlətində 1924-29 Weimar Respublikası inkişaf baş vermişdi Almaniyada. 1925-ci il Locarno konfransı dövlətlərarası münasibətlərdə də deyəcək toxunacaq bu hissəyə. Almaniya bərabər hüquqlu tərəfkeş kimi tanınmışdı. Bu da Reyn təminat paktı olaraq. Bu da Versal müqaviləsinin ədalətsiz olduğunu göstərmişdi. Yenə dediyim kimi dövlətlərarası münasibətlərdə bu hissəyə toxunacaq, açıqlayacağam niyə görə belə adlanmasını. 1926-cı il Almaniyanı Millətlər Cəmiyyəti daxil etmişdilər. Dünyada başlayan 1929 böyük böhran illəri Almaniyada da təsir göstərdi. Çünki Almaniya niyə görə daha çox təsir eləmişdi? Çünki Almaniya bu dövrdə həm təzminat ödəyirdi digər dövlətlərə, həm də ABŞ və İngiltərədən maliyyə yardımı alırdı. Amma indi isə onlar bu maliyyə yardımını, kreditləri dayandırdılar. Belə açıqladılar ki, bizim özümüzdə də vəziyyəti yaxşı deyil. Ona görə də həmin yardımları dayandırdılar. Bu isə Almaniyanın daha ağır vəziyyətinə düşməsi səbəb olmuş oldu. 1932-ci ildə Alman vəziyyəti gözə alınaraq o təzminat ödəməkdən azad edilmişdi. Nasist partiyasının fəaliyyəti Almaniya tarixində ən acınacaqlı hadisələrdən biri sayılır Nasist partiyasının fəaliyyəti. Nasistlər hakimiyyətə gəlmək üçün bu vəziyyətdən istifadə edirlər. O qatı millətçi idilər, şovinist idilər. Onlar 1923-cü ildə qiyam təşkil etdilər, amma bu qiyam uğursuz olmuşdu Hitlerin rəhbərliyi ilə. Buna pivəxanə qiyamı da deyilir. Uğursuz oldu, Hitler həbs olundu, amma az sonra, bir neçə ay sonra azadlığa buraxıldı. Həbs olarkən də Mənim Mübarizəm adlı kitabını yazmışdı. Tezliklə onların nüfuzu xalq arasında artmışdı. Nasistlərin fəaliyyəti artdı. Aha. Nasistlərin hakimiyyəti. Faşist diktaturasının yaranması. Faşist diktaturasının yaranması. Uşaqlar, səssiz olun dəstəyə. Səssiz olun. Deməli şahidlər. Böyük böhran illərində, yəni 29-33-cü illərdə nasistlər bu vəziyyətdən öz xeyirlərini istifadə etdilər. Fikirlərini, təbliğatlarını artırdılar, tərəfdarların sayı artmış oldu. Bu da xüsusilə Hitler daha çox fərqlənirdi bu siyasətdə. O, müxtəlif vədlərlə əhalini öz tərəfinə çəkməyə bacarmışdı.
Ona görə də onların tərəfdarlarının sayı artdı, təbliğatı gücləndiyi üçün bəzi qrup adamlar, sənayecilər, torpaq sədryanları, hərbiçilər və yüksək rütbəli şəxslər nasistlərdən ehtiyat edirlər ki, onlar sabah hakimiyyətə gələrlərsə, əgər biz onları indi dəstəkləməsək, bizə qarşı divan tuta bilərlər. Ona görə də onlar nə etdilər? Nasist partiyasını, yəni Hitleri dəstəkləməyə başladılar. 1932-ci ildə Reichstaga keçirilən seçkilərdə nasistlər qalib gəldilər. Daha çox yer qazanmış olsalar da, onların tək başına hakimiyyət qurmağına kifayət deyildi. Daha fərqli bir vəzifə lazım idi ki, nəticədə Hitlerin vədlərinə inanan bəzi qrup adamlar Prezident Hindenburg'a təzyiq göstərərək Hitleri baş nazir təyin etməyə nail oldular. Yəni onların tələbi ilə Hitler baş nazir təyin olundu. 1933-cü ildə Hitler hökumət başçısı Reichskansler təyin edildi. Prezident Hindenburg tərəfindən. Hindenburg prezident budur, Hitler bu da. Onun qarşısında. Nəticədə nasistlər hakimiyyətə gəldilər. Yeni qurulan hökumətdə müxtəlif partiyalarda iştirak etsələr də bu formal xarakter daşıyırdı. Əslində bütün hakimiyyət nasistlərin əlində idi. Bundan sonra nasistlər hakimiyyətə gəldikdən sonra öz rəqiblərinə qarşı başladılar fəaliyyət göstərməyə. Yəni onlar bir-bir aradan götürməyə başladılar. Açıq şəkildə terrordan da çəkinmirdilər. Reichstagın parlamentin binası yandırıldı. Bunu atdılar kommunistlərin üzərinə. Bu şəkildə kommunistlərə qarşı divan tutmaq üçün bir əlində bəhanəsi oldu Hitlerin. Weimar Konstitusiyası 1933-cü ildə və Reichstag 1933-də. Sonra xalqa və dövləti müdafiə etmək bəhanəsi altında fərman imzaladı. Weimar Konstitusiyası bütün azadlıqları ləğv edildi. Nasistlər onlara qarşı çıxanlara qarşı sərt tədbirlər gördülər. Hətta burada ən çox əziyyət çəkənlər biri də kim idi? Deməli, Yəhudilər. Onlara qarşı kütləvi qırğınlar törətdilər. 33-cü ildə Nasist partiyasından başqa bütün partiyalar ləğv edildi. Həmkarlar İttifaqının hüquqları məhdudlaşdırılır ölkədə. Baxın, görün hardan hərəkətə gəlib çıxdı. 32-də təzminat verməyə dayandırdılar. 33-dən etibarən Almaniya nə edir? Hitler hakimiyyəti bərpa etdikdən sonra görün nələr görəcək, hansı işlər edəcək. Alman imperiyasında, Alman dövlətinə daxil olan bütün dövlətlərin muxtəlifləri ləğv olundu. Gestapo gizli polis yaradılmış oldu və totalitar idarə etmə sistemi quruldu. Totalitar idarə etmə sistemi. Hindenburg'un 34'də ölümündən sonra totalitar idarə etmə sistemini biz şeydə deyəcəyik. SSR'də deyəcəksə. Hindenburg'un ölümündən sonra prezident vəzifəsi ləğv olundu. Bütün işlərin hamısını Hitler öz almış oldu. Və ondan sonra özünü Almanya'nın Führeri adlandırdı. Almanya'nın Führeri adlandırmışdı özünü. Bütün hakimiyyəti öz əlinə keçdi. Ölkədə diktatorluq idarə etmə sistemini qurdu. Bundan sonra nasistlər görək nə etdilər. Burada elə bizə vacib olan bir şey yoxdur. Qadınlarla bağlı sadəcə deyir ki, qadınları müəyyən peşələrdən azad eləmişdilər ki, onlar sadəcə müəyyən totalitar dövlətin nə olduğunu göstərirdi. Cəmiyyətin bütün sahələrini dövlətin sərt nəzarəti. Avtoritar bir şəxsin hakimiyyəti, totalitar dövlət nəzarətidir. Nə etdilər bunlar? Burada deməli, nə izah etməyə çalışır? Şəhərdə. Burada izahlıca bir məsələ yoxdur. Hitlerin tək başına hakimiyyət qurarkən əldə etdikləri nələr? Yəni, nə işlər gördü? Nəyi məhdudlaşdırdı və nəyə çalışırdı? Bunlardır. Antisemitizm siyasəti. Antisemitizm Yahudilərə qarşı törədilən bir siyasətdir. Onların kütləvi şəkildə qırğınlığı həyata keçirirdi. O, Yahudilər dövlət vətəndaşlıqdan çıxardılar. Onlara aid olan hər şey ələ keçirildi. Özləri isə ölkədən çıxartmaya çalışıldı. Hər şey, onlara aid olan hər bir müəssisə məhsul olsun, boykot edilməyə başlandı. Yahudilərə qarşı kütləvi planlanmış qırğınlar həyata keçirilmiş oldu. Ən ağırı 1938-ci ildə həyata keçirilən qırğın idi.
Baxaq nə etdi bundan sonra? Hitlerin gördüyü siyasət. O, Birinci Dünya müharibəsindəki məğlubiyyətin əvəzini çıxmağa çalışırdı və istəyirdi ki, ağalıq etsin. Avropada və dünyada ağalıq etməyə cəhd eləmişdi. Onun etdiyi bu siyasətə görə 33-cü ildə Millətlər Cəmiyyətindən Almaniya çıxdı. Etdiyi siyasət pisləndi, oradan çıxarıldı. Versal müqaviləsi hərbi məhdudiyyətləri ləğvinə başladı. Axı Versal müqaviləsi hərbi şərtlərində Almaniya ağır şərtlər qoyulmuşdu. Ordu azaldılmışdı, hava qüvvələri ləğv edilmişdi, baş qərargah ləğv edilmişdi, bütün növ silahlanma məhdudlaşdırılmışdı. Amma bu da nə etdi? Onları həmin qaydaları hamısını ləğv etməyə başladı. 35-ci ildə referendum keçirdi, Saar vilayətini ölkəyə birləşdirdi. 36-cı ildə silahsızlaşmış Reyn zonası vardı. Xatırlayırsınızsa, orası silahsızlaşmış zona idi və həmin əraziyə Alman ordusu yeridildi. Bununla da Versal müqaviləsinin bütün şərtləri iflas elədi. Versal sistemi öz əhəmiyyətini itirmiş oldu. Almaniya real müharibə ocağına çevrildi. İşğalçı siyasəti yeridirdi. Buna görə də öz düşüncəsində olan dövlətlərdən ittifaq qurmuşdu. İtaliya da Almaniyanın tərəfində idi. Əslində İtaliya İngiltərə, Fransanın tərəfində idi əvvəl, amma Almaniyanın işğalından sonra dünya dövlətləri onu pislədi, İtaliya keçdi Almaniya tərəfinə. Bunu dövlətlərarası münasibətlərdə danışacaq. Yaponiyada xatırlayırsınızsa, bundan əvvəlki dərsimizdə danışmışdıq Versal-Vaşinqton sistemində. Yaponiya sistemindən narazı qalmışdı. Niyə? Çünki Sakit Okean mülkləri bərabər idarə olunması haqqında Vaşinqtonda birinci müqavilə idi, Vaşinqton konfransında. Yaponiya bundan narazı qalmışdı. Oradakı təkbaşına hakimiyyəti əlindən almışdı. Buna görə də Amerikadan əvəzini çıxmağa çalışırdı və bu məsələdə Almaniya, İtaliya, Yaponiya onlar yaxınlaşdırdılar. Böyük Britaniya və Fransa sakitləşmə siyasəti 38-ci ildə həyata keçirdilər. Bu uğursuz bir addım idi və qarışmama siyasəti yeridilər. Niyə? Çünki öz dövlətləri müharibəyə hazır deyildi. Ona görə də Almaniyanın etdiklərinə göz yumdular. Almaniyada bundan vəziyyətdən istifadə. Əvvəlcə Avstriyanı işğal edir, daha sonra Sudet vilayətini elə keçirtdi. Münhen konfransı, daha sonra isə 39-cu ildə Çexoslovakiyanı işğal etdi. İlk dəfə Almanlar yaşamadığı bir ərazini 1939-cu ildə Sudet vilayətini işğal edir. Dediyim kimi, dövlətlər arası münasibətdə buna toxunacaq. Geniş hamısını deyəcəm. Və bununla da ilk dəfə ona aid olmayan bir ərazini işğal etmiş oldu. Və nəticədə 2-ci Dünya müharibəsinə gətirib çıxaracaq bu məsələlər.